Sabahınız xeyir. Real sizə Suraxanı qəsəbə stadionundan xəbər verir. Bugün burada stadionda olan bu coşku, bu həyəcan və bu səs-küy, bu gözəl fon Azərbaycan çempionu Qarabağ üçündür. Bəli, Ağdam klubu 12-ci dəfə Azərbaycan çempionu olmağı rəsmiləşdirdi, çempionluğunu rəsmiləşdirdi və hazırda da Qarabağa çempionluq kuboku, qızıl medallar təqdim olunur və Qarabağ artıq sona 4 tur qalmış Azərbaycan Premyer Liqasının 32-ci turunda çempionluğunu rəsmiləşdirmişdi. Bugün 35-ci tur maçı çərçivəsində Gökhan atlar evdə Kəpəzi qəbul elədilər və bu oyunlar nə qədər formal xarakterli daşısa da yenə də Qarabağın qələbəsi ilə başa çatdı. Gökhan atlar 3 cavabsız qolla qalib gəldilər. Oyun barədə qısa məlumat verim ki, Qarabağın heyətində əvvəlcə Leandro Andrade çempionatımızın bu iki bombardirləri sırasındadır və hələlik dəqiq olmasa da bəlkə də Leandro Andrade bu mövsümün Azərbaycan üçün bombardiri olacaq. Daha sonra Aleksey Kaşuk və Musa Qurbanlı fərqləndilər və bu oyun Qarabağın 3-0 hesablı qələbəsi ilə başa çatdı. Hər nə qədər yenə qeyd edim ki, formal olsa da Qarabağ xal hesabını artırmış oldu və 86 xalla Gökhan atlar Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderdirlər. Kəpəzin isə 32 xalı var və Gəncə təmsilçisi 8-cidir. İkinci pillədə Azərbaycan çempionatının gümüş medallarına layiq olan komanda Zirə, bürünc medalın sahibi isə Araz Naxçıvandır. Bəli, biz sizə Azərsun Arenadan, Qarabağın doğma stadionundan xəbər veririk. Mövsüm ərzində Qarabağ çox yaxşı mübarizə ilə yadda qaldı və artıq bizim Avrokuboklarda mübarizəsini, inamlı mübarizə aparan komandamız üçün yeni Çempionlar Liqası mövsümü sınağı başlayır və komandamıza Çempionlar Liqasında qitənin ən güclü komandalar arasında uğurlar arzuluyuruq. Uğur xəbərlərini sizə çatdırmaq ümidi ilə hələlik bizdən bu qədər. Realda qalın.